Güzel mama, doğum günün mübarek olsun. Çok sağ ol. Gün o gün olsun ki 100 yaşını qeyd eləyək. Çok sağ ol. Və 100 yaşını narınçlarda qeyd eləyək. Yəni yeri gəlmişkən belə bir sual verim. Məsələn 100 yaşı deyək də, indi 100 yaşa yox, hələ onu istəmirəm. Yəni bax belə. İlk gedirik torpaqlarımıza. Sən hələ ziyarət eləməmisən. Gedirsən ilk ziyarətində. Hara gedəcəksən ilk? Kəlbəcərə yoxsa Ağdərəyə, Narınçlara? Narışlara. Narışlara gedir. Ay mama, sən Kəlbəcərdə doğulmusan axı. Doğulmuşamsa da mən ora bir yolluq gəlmişəm. Yəni deyirsən ki, həyat yoldaşım Ağdərədəndir. Ay sağ ol. Mən o haralı, mən də oralı. Çox maraqlı söhbətdir. Bu çox maraqlı söhbətdir. Amma təbii ki, narınçlar bütün 16 yaşından da orada olmuşsun. 16 yaşından. İndi gedəcəksən, düşmən darmadağın eləyib kəndimizi, o gözəl kəndimizi. Ay mama, bir plov pişirirdin. Qoxusu bütün kəndə yayılırdı. Ay mənim gözəl nurlu, nur üzlü anam. İnşallah 100 yaşını qeyd edərik. Mənim ən böyük arzum sənin 100 yaşını qeyd etməkdir. Bəs sənin arzun nədir? Mənim arzum odur ki, mən evlatlarımı böyütmüşəm. Hamısından yaxşı xəbərlər eşitmişəm. Ürəyim açılan sözlər eşitmişəm. Mən Allahdan arzu edirəm ki, mənim balalarım sağ, salamat, qəmsiz, dərsiz böyüsün, yekəlsin, evlatlarım böyüsünlər, toylarını eləsinlər, ürəyi istəyən kimi yaşasınlar. Mən nə yaşamışam çox şükür, bəsdir. Amin. Mama, ən böyük arzun o torpaqları ziyarət eləməkdir. Bilirəm, hələ gedib ziyarət eləməmsən. Amma bir şey var ki, biz əvvəllər sizlərin, papamın, sənin ad gününü təbrik eləyəndə həmişə deyirdik ki, gün o gün olsun ki, öz torpaqlarımızda qeyd edək. Ən azı artıq bu sözü demirik. Çünki bilirik ki, torpaqlarımız azaddır. Azad, şükür. Şükür bu günə. Şükür bu günə ki, torpaqlarımız azaddır. Düşmən tapdağından azad olub torpaqlarımız. Allah şəhidlərimizə rəhmət eləsin. Onların analarına qüvvət versin. Səbir versin. Səbir versin. Allah təala qazilərimizə can sağlığı versin. Ordumuza qüvvət versin, güc versin. Prezidentimizə güc versin. Qoy bizi yaşasın, millətin